Herkese salam kanalıma ve yeni bir vloguma hoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Səhv eləmirəmsə saat 11-dir, amma belə bir karqom var idi. Dedim elə açım karqomu, sabah da yeni bir vlogun davamı da gələr. İndi bunu shorts formasında açım tez, daha sonra içərisini sizlərlə də bölüşəcəm. Və qızlar, karqoları açdım. Belə 4 ədəd məhsul var idi. Deyirəm 4 ədəd məhsul almışam. İçərisinə bir dənə də belə olsa hədiyyə qoymayıblar. Bu içərisindəki görüntü. Amma qablaşdırması da zəif idi. Yəni necə gəldi belə atılmışdı. Daha sağlam qablaşdırıla bilərdi. Yenə də heç nə olmayıb. Amma ehtimal ola bilərdi ki, yəni nəysə qırılsın, dağılsın falan. Yenə də sağlam şəkildə gəldi. Deməli, The Bath Factory'nin bu cür Liberty seriyasından həm duş geli, həm bədən skrabı. Bu duş gelidir, bədən skrabıdır, bədən losyonudur və bədən üçün belə mistidir. Bunu mənim izləyicim tövsiyə eləmişdi. Demişdi ki, Libre'nin qoxusunu bəyənmisinizsə, baxın burada Libre'nin qoxusu mənim çox xoşuma gəlir. Yeslaranın Libresi və qoxusunu bəyənirəm həqiqətən. Dedi ki, əgər bəyənmişsinizsə Libre'ni, digərlərini də bəyənəcəksiniz. Həmin bu duş geli seriyasını da bəyənəcəksiniz. Çünki birəbir eyni qoxularda olduğunu qeyd elədi. Yəni birəbir də olmasa oxşar qoxularda olduğunu qeyd elədi. Mən də sınamaq istədim. O qədər də deyərdim, qoxuları oxşar deyil, nə yalan deyim ki, bir-birinə oxşuyur, yox. Sadəcə bunun da belə ayrı bir gözəl qoxusu var. Pis də qoxu deyil, yəni normal belə qoxusu var. Hal-hazırda qoluma da çəkdim. Bu bədən losyonu ilə mistini qoluma da çəkdim indi. Keçən dəfə shortsda idi, səhv eləmirəmsə, Victoria's Secret'in mistini qoluma çəkəndə bir izləyici yazmışdı ki, düz o şəhri siz görmədiniz, nəzarətimdə deyə. Xoşuma gəlməyən şəhərləri bəzən olur ki, silirəm. Keyfimi korlamamaq üçün son olan söhbətlərdən sonra. Orada da bir izləyici yazmışdı ki, ilk dəfə idi kanalıma girdi və yazmışdı ki, bədən mistini qoluna vurur. Bilmirəm xanımın qolu bədən üzvü deyil, ya nədir, axırı yəni elə bir yorum yazmışdı, nəysə. Yəni demək istəyirəm ki, hal-hazırda qoluma çəkmişəm. Bunun qoxusunu o qədər də wow qoxusu yoxdur, bilmirəm. Mənə elə gəlir ki, mən bu Victoria's Secret'in bu Bare Vanill'indən sonra heç bir qoxunu bəyənmirəm. Demək olar ki, heç Yeslaranı da vurmuram. Yəni Libre'ni də heç istifadə eləmirəm. Maşino düzdür, biraz bubblegum qoxusu gəlir, saqqız qoxusu gəlir. Onun ayrı bir gözəlliyi var, amma yenə də Bare Vanill'dən əl çəkə bilmirəm və bunun mən zərli olanını almışdım. Zərsiz olanını da sifariş vermişəm, yolda da gəlir. Yəni ki, çox bəyəndim o Victoria's Secret'i. Amma bunları yəni normaldır. Puluna dəyirmi? Məncə dəymir. Yenə də baxa bilərsiniz, istəsəz münasib qiymətə bir bədən losyonu və bədən spreyi axtarırsınızsa, yoxlayın deyərdim. İndi duş geli ilə bədən skrabını hal-hazırda yəni bir geri dönüş eləyə bilməyəcəm sizə. Amma vaxtı ilə istifadə elədikcə sizlərə də qeyd edirəm ki, qalıcılığı necədir. Bəlkə bunları belə dörtlü formada istifadə eləsəm, daha qalıcı olar deyə düşünürəm. Ona görə də qızlar, biraz istifadə etdikdən sonra sizlərə dəqiq bir fikrimi bildirəcəm ki, necədir, bəyəndim yoxsa yox. İndi bunları da yerlərinə yerləşdirək, digər bacılarının yanına qoyaq. İnşallah Victoria's Secret'in Bare Vanill'i də gəlsin. Onu da qoyacağım. Düzənləyicilərin falan hamısı Temudadır, yoldadır. Bu siyirmə boş qalıb. Necə gəldi yerləşdirmişəm. Düzənləyicilər almışdım ki, mini parfümlərim falan buradadır. Onları yerləşdirərəm. Burada uşaqlar falan qaçdıqca o mini parfümlər hamısı sirkələnir. Qorxuram bir gün düşəcək hamısı. Bu şüşələr də pis günə qalacaq. Ona görə dedim elə vaxt ikən bir dənə düzənləyici alım. Onları da yerləşdirim dolabın içərisinə, siyirmənin içərisinə. Əsasən də bu hissəyə. Və belə qızlar, bu da belə sifarişim. İndi bunları da aparıb qoyacağım hamıma. İstifadə elədikdən sonra da sizə geri dönüş bildirərəm. Bunları da dörtlü şəkildə almışdım. Çünki 4 al 3 ödə kampaniyası var idi. Həmin o mağazada. Ona görə belə bir sifariş yerləşdirmişdim. Və yeni bir gündən hər kəsi salamlayıram bir daha. Fevral ayının biridir. Burada da yazmışdım yanvarda 15.000. 15.000 olmadı ama 12.000. 500 olduq. Yanvar ayında indi də yazaq. Fevral ayında neçə min məqsəd qoyduğumu inşallah məqsədimə çataram. Sizlər də hələ də abunə deyilsinizsə, zəhmət olmasa
abunə olun ki, daha da böyüsün ailəmiz. Fevral ayında da hardasa qoyum 17.000, çox böyük olmasın ki, məqsədimizə rahat bir şəkildə çataq. 17.000 olsun, inşallah çatarıq həmin 17.000-ə də. Sizlər də hələ də abunə deyilsinizsə, zəhmət olmasa abunə olun. Və arxacığımı da göstərim sizə biraz. Gözəlliyə baxın, buradan yenə tumurcuq verib 2 dənə, 5 dənə gülü var. Amma buradakı güllüdəki əlim dəyib qırılmışdı, o heç, onu sizə demişdim. İndi buna biraz su verəcəm. Güllər daha da böyüsün. Bu günlər görüm pəncərələri silməyi düşünürəm. Çünki artıq yağışlar biraz sakitləşib. Pəncərələri də silin, biraz təmizlik eləyərik. Bundan sonra inşallah fevral ayında ancaq belə vloglar paylaşmağı düşünürəm. Belə danışa-danışa ev vlogları, yəni harasa getsək eləsək o heç, onda da çəkəcəm, amma ancaq danışaraq ev vlogları çəkəcəm. Shortslar da çəkərəm, amma əksəriyyəti belə bu tərz videolar olacaq. Sizlər də əgər bəyənirsinizsə bu tərz videoları yorumlarda yazın. Mənə də fikir olsun, daha çox çəkim. Və belə, indi gəlin gedək, arxacıya su gətirim, suyunu da verək. Daha sonra səhər yeməyi hazırlayacağım. Olacak. Yarpaqlarını da sildim. Əslində bu digər yarpaq 2 dənəsi quruyub. Baxın, bu digərləri quruyub. Həmin o güllər, budaqları da quruyub. Sadəcə yəni də təmizlədim. Oldu qəşəng. Liberty. Hə? Liberty. Uşaq yemək istəyirsən? Saçlı yumurta yemirsən? Saçlı yumurta. Hə? Saçlı yumurta. Yaxşı. Getdi artıq. Gitti. Hə, kənguru. Və yoldaşıma da çay verdikdən sonra gəldim elə burada da ortalığı sərgiyə salmağa. Mən bütün ərzaqları yenidən öz qablarına yerləşdirdim. Burada da elə boşluq tapmışkən istəyirəm sizdən bir xahiş edeyim. Əgər hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olun. Çünki istəyirəm ilin sonuna kimi 100.000 plaketini artıq əldə edim və bu yolda mənə dəstək olmanızı sizdən xahiş edirəm. Əgər hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olaraq mənə dəstək ola bilərsiniz. Şərhlərdə də düşüncələrinizi gözləyəcəm. Burada da qızlar ustalıq eləyirəm. Evdə belə bir jurnallərim var idi, üçlü şəkildə. Görənlər artıq bilir. O qırılmışdı. Arzu sağ olsun. Arzanın sənət əsəridir. İstədim elə köhnə yerinə taxım, amma gördüm ki, yox, çox zədələnib, durmadı elə yerində. Yenidən başqa bir tərəfindən təzədən düzəltdim. Çox gözümə batırdı. Elə dedim aradan çıxardım. Əslində yoldaşım söz vermişdi ki, mən eləyəcəm. Çünki həmin vaxtı çox əsəbi idim və Arzudan üstünə qışqırırdım. Yoldaşım da dedi ki, dəymə, xətrimə dəymə, mən düzəldərəm sonra. O sonra da elə 3 gündə oradaydı. Gözləyirdi ki, yoldaşım düzəltsin. Axırda elə mən düzəltdim onu. Yerlərini dəyişdim sadəcə. Çünki dediyim kimi digər tərəfi çox yeyilmişdi. Burada videodan da görsənir ki, çox yeyilib. Yəni artıq o jurnaldə başqa yer qalmadı orada. Dedim Najdaya da ki, bu jurnal
planının axırıncı qırılmağıdır. Çünki bir də qırılsa o düzəlməyəcək. Və sonda da belə səliqəyə saldım, çox şükür ürəyim yerinə gəldi. Nəysə evdə qırıq olanda çox narahat oluram, ürəyim sıxılır həqiqətən. Bilmirəm aranızda kimlər mənim kimidir, amma çox gözləyə bilmirəm, çox səbirsizəm. Ümumiyyətlə belə səbirsiz insanam. Evdə də nəsə düzgün, səliqəsiz olanda narahat oluram. Evet, onu da düzəltdim. Axır ki ürəyim yerinə gəldi. Oy. Yaxşı, get. Git. Güzel. Hadi yavaş. Allah bütün bağları korusun. Olmayanlara kısmet. İnşallah. Maşallah bağlar. Deli. Sen çinmiştin, ağlamıştın. Hə, Raul? Xalalar bu çinmişdi, ağlamışdı. Heç xoşu gəlməmişdi çinməkdən. Hə, Raul? Mamaşi. Nə oldu? İndi gülürsən. İndi gülürsən. Yaxşı, ənimizi geyinək. Soyuq olmasın balama. Heç xoş gəlmir qıza çinməkdən. İndi tez Raul'u geyindirim. Kızlar bunun geyimine bakın. Yeni il paltardı. Dedim olsa da gələn il buna balaca olacaq. Yəni şkafa qoyub saxlamağın yeri yoxdur. Elə qoy isti, soyuq havalarda qoy geyinsin. Ona görə heç dolaba qoymadım. Yəni ki, mən o vaxtı bu kravatı sifariş edəndə fikirləşmişdim ki, bura qəşəng paltaları belə səliqəli şəkildə düzərəm də. Hal-hazırda ağlamaq istəyirəm. Raul, sən yenə paltaları tökmüsən? Niyə töksən paltaları? Hə? Bax, gördün? O da başmaqla gəzir evdə. Niyə tökürsən paltaları, Raul? İşte. Mən bir tərəfdən yığıram, Raul bir tərəfdən tökür. Allah mənə səbir versin. Bir dənə böyük kulok gətirdim. Hamısını yığacağım kulokun içərisinə. Sonra birləşdirəm. Hal-hazırda heç bunları səliqəyə salmağa vaxtım yoxdur, qızlar. Son vaxtlar belə oldu, Raul. Əvvəllər o qədər də məni yormurdu bu dərəcədə. Son vaxtlar bir dəcərlik gəlib Raul'a, bir hiperaktivlik gəlib. Yəni mən həqiqətən çatdıra bilmirəm artıq. Buradan təmizləyirəm, buradan da alıram. Bu da paltarlar. Bir kulok paltarı yığdım. Görüm hara yığaram. Dəli. Dağıdırsan? Gəldim bura dağıtmağa. Nə oldu? Yataq, Raul, sənin yuxun gəlir. Gəl yataq. Babeliyək. Gəl. Və qızlar, xoşbəxt son. Əlbəttə ki, Raul yatmadı. Mən də dedim, elə durum, işlərimi görüm. Bir də ki, qızlar, məndən soruşursunuz ki, mini parfüm hədiyyəsini kim qazandı? Yəni, onu demək istəyirəm ki, mən onu çox gözəl şəkildə də izah eləmişdim ki, ancaq mini parfümü mən 15.000 abunə olanda verəcəm izləyicilərimdən birinə. Yəni, kim daha çox abunə gətirsə. Düzdür, abunə gətirən izləyicilər də oldu. Hamısına təşəkkür edirəm. Amma yəni, onu da göz önündə tutmaq lazımdır ki, mən 15.000 abunə olmamışam ki, yəni, o mini parfüm hədiyyəsini verib. Bir də ki, mən ona da aydınlıq gətirmək istəyirəm. Mən orijinal olduğu barədə heç bir yerdə heç nə yazmamışam ki, bu orijinaldır. Bu mini parfümlər, yəni məni yanlış anlayan izləyicilər olubsa, indidən yəni mən onu qeyd edeyim ki, mən ona heç bir vaxt deməmişəm ki, bu mini parfümlər orijinaldır. Ona görə də qızlar, buna da bir aydınlıq gətirmək istədim. Və onu da qeyd edeyim ki, 15.000 olmadığına görə mən o mini parfümü verə bilməyəcəm. Yəni, yanvar ayında elə nəzərdə tutmuşum ki, 15.000 olarıq. Hədiyyəmizi isə yanvar ayının qalibini yorumlara görə bir xanım var. Adını qeyd edərəm aşağıda. Onun özünə yazdım. Haddasa 2 dəfə yazmışam ki, mail adresimə ünvanınızı yazın. Adres falan, məbləğ falan yazın. Mən sizə hədiyyə göndərəcəm.
Amma xanımdan hələ ki cavab gəlməyib. Özü də əl işi toxumalarla məşğuldur. Demişdi ki, satışı ilə məşğul olmuşam, məşğul olmağa başlamışam, satış məqsədi ilə hazırlayıb satıram. Yəni o xanıma yazdım, mənə meylə yazmağını, amma hələ də cavab gəlməyib. Əgər izləyirsə, mənə meylə yazın. Sizə hədiyyə göndərmək istəyirdim. Və digər izləyicilərdən də artıq dərəcədə xahiş edirəm ki, inciməyin. Çünki siz çoxluqsuz, mən isə tək çalışdığım qədər ən aktiv izləyici. Aktiv deyərkən, yəni o demək deyil ki, mənim bütün videolarıma girib şərh yazmaq lazımdır. Bunu bəzən səhv başa düşənlər olur. Mən nəyi nəzərdə tuturam? Məni daha əvvəldən izləyən, hər zaman gözəl şərhlər yazan, diqqəti ilə fərqlənən izləyicilərimə hər zaman çalışmışam ki, azdan çoxdan belə kiçik hədiyyələr verim. Bacardığım qədər, çalışdığım qədər də bunu eləməyə davam elətdirəcəm. İnşallah daha da gözəl hədiyyələrimiz olar. Vaxt getdikcə daha gözəl əməkdaşlıqlar olar. Onlardan da hədiyyələr ayıraram sizlər üçün. Amma ki, hələ ki əlimdən gələn budur və ümidvaram ki, daha da gözəl olacaq. Buna görə də abunə olun mütləq. Moykanın içərisindəki qablara baxın. Və qızlar, moykanı da təmizlədim. Qəşəng sürtdüm içərisini. Prosta o hissələri daha çəkmədim sizə. Həmişə eyni şeyləri çəkməyim deyə. İndi gedirik hamama. Səliqəyə salım, kafelərin arasını sürtməliyəm. Gedək indi hamamı səliqəyə salım. Sadəcə orada çox çəkiliş eləyə bilməyəcəm. Hal-hazırda bu cür tripodda qalmışam. Yəni bir dənə bu tripodum var. Raul digərini qırıb. Çox sağ olsun. Allah saxlasın onu. Yəni ayaqlarını qırıb Raul. İndi qalmışam bu tripodda. Bu da ki çox yəni uzanmır ki mən yerdən qoyum, nəysə oranı çəkim. Hamamımız da balacadır. Ona görə heç çox çəkiliş eləyəməyəcəm. Elə bəzən sürtdüyüm kafelərin arasını sürtdüyüm zaman göstərərəm sizə. İndi isə gedək qızlar, mən oranı sürtüm. Daha sonra gəlib pəncərələri siləcəm hələ. Hələ yeməyi də pişirməmişəm. O heç onu həll eləyərik birazdan. Powerbankımı da götürüm. Çünki telefonumuz artıq az nəysə qoşaram orada baxaram. Getdim qızlar. Gedim hamamı təmizləməyə. Kızlar bunu da özüme almıştım. Yani hediye falan değildi. Ama ki beğenmedim. Güya diş ağartma pastasıdır ve diş ağartma tozudur. O kadar da ağartı vermir. Sadece bənövşəyi bir renk olduğuna göre sanki sonradan güya ağarır ama ya ağartı vermir. Mənə görə bu daha gözəl ağardır. Tövsiyə edirəm. Signal, White Now üçü birində. Hello Glow. Yəni, bu daha gözəl ağardıcılığı var. Tövsiyə edirəm sizə. Bu da zapasda olan üz yuma gelimdir. Buranın ləkəsinə fikir verməyin, o çıxmır. Elə hər dəfə mən onu təmizləməyə çalışıram, amma çıxmır o qədər də. Deməli, bu üz yuma gelini qırıq gəlmişdi və tədarik elədilər. Bu da ki, elə zapasda qaldı. İndi pompalı olan bitdikdən sonra içərisinə əlavə edəcəm. Deməli, qızlar, bunu deyirəm ki, bu pompalıdır. Daha sonradan göndəriləndi və artıq yaralanmışam demək olar. Bu bitdikdən sonra digərini əlavə edəcəm bunun üzərinə. Ona görə saxlamışam. Bu da üz yuma peelingidir. Bu da artıq yaralanıb. Bunun çox gözəl effekti var. Düzdür, qoxusu biraz xoş deyil. Xiyar qoxusu gəlir, amma da yenə də effekti yaxşıdır. Üzdəki ölü dərini təmizləyir. Düzənləyiciləri də Temu'dan almışdım qızlar, yadınızdadırsa. Bunu da elə Temu'dan sifariş eləmişdim. Yaxşıdır, bərk bir şeydir. Yəni çox belə nə qədər də ağırlıq qoysaq, mənə elə gəlir ki, saxlayacaq. Amma belə görüntüsü də gözəldir. Kodunu da yazaram, istəsəz baxarsınız. Və qızlar, deməli bitirdim. İndi buranı da sərgiyə saldım, belə şampunları falan.
Yeni aldığım bu duş geli ilə skrabı da bura qoymuşam. Bədən losyonu ilə spreyi də, misti də yataq otağındadır, yəni digərlərinin yanındadır. Kafelərin arasını da təmizləyə bildiyim qədərilə təmizlədim. Bu duşun bu üstündəki hissələrdə biraz ərplər yığılmışdı. Oranı da baxın, bu məhlul ilə təmizlədim. Çox güclü bir şeydir. O gün yoldaşım almışdı. Bunu mən hamısını bitirməmişəm. Çünki qaynatam gedədə də təmizlik gedir. Orada yəni bir tanış çağırıblar. O təmizlik eləyir. Amma ki yəni apardı qaynatam, orada da istifadə elədilər. Bilmirəm indi bəyəndilər ya yox, amma mən çox bəyəndim. Artıq bir çoxları bilir, istifadə eləyir. Sarı olanı da alacağım. Çünki yəni mavi kirəclər üzərində belə güclüsə, sarısı da ləkələrin üzərində yaxşı olar deyə düşünürəm. Buranın da son vəziyyəti belədir. Burada da duş gelləri var. Bitmək üzrə deyə qoymuşam elə əl altına ki, tez istifadə olunsun, bitsin. Bitənlər məhsullarını yığıram. Ona görə istəyirəm hər şey nə əl altında bitmək üzrədirsə, tez bitirək, quturaq. Elə qutunun içərisine yığım ora. Buradakı kafellərə baxın, buraları tərtəmiz elədim. Səliqəli bir şəkildə təmizlədim, sildim. Və belə qızlar, indi mən gedirəm evə. Güzgümün üzərində də biraz ərf ləkələri var idi. Onu da təmizlədim. Və belə qızlar, bu da möhtəşəm nəticə. Almamısınızsa bundan siz də alın, razı qalacaqsınız. Və qızlar, videonu montaj elədim. Kofemi də hazırlamışam. İndi qoyacağım yüklənsin. İstədim sizlər üçün belə sağollaşma videosu çəkim. Bu cür gözəl görüntü ilə sizlərlə sağollaşım. Temudan aldığım ürək dekorlarım da gəlsəydi, limonlu runneri falan çıxarardım. Ürəkli qırmızı rəng salfetkalar falan almışdım. Hamısı qalıb yolda. Düşünürdüm ki, artıq fevralın 1-i evi gözəl şəkildə bəzəyərəm, amma hələ də limonlu dekorlar ilə yola veririk. İnşallah tez gələrlər, çünki çox səbirsizlənirəm. Və artıq burada da vlogu sonlandırıram qızlar. İstədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Şərh bölməsində də düşüncələrinizi bölüşərsiniz, zəhmət olmasa. Özünüzə yaxşı baxın. Hələlik.